Ceyhun bəy, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. İnşallah artıq mərkəz müddətini demək olar ki, bitirmisiniz. Maraqlıdır ki, növbəti planlarınız nədir? Əslində mən yenə də öz sahəmə qayıtmaq istəyirdim, kütləvi informasiya vasitələri sahəsinə. Çünki bu sahə mənə doğmadır. Mən 23 ildən artıq bu sahədə çalışmışam. Düzdür, ixtisasca həkim olsam da, amma peşəkar fəaliyyətimi məhz jurnalistikada başlamışam. Amma bu mərkəz sferası ilə tanış olandan sonra bu sahənin insanlara nə qədər lazımlı olduğunu və nə qədər bu sahəyə ehtiyac olduğunu gördüm. Çünki əslində insanlar asıllığın nə olduğunu bilmir. Bəzi insanlar buna barmaq arası baxır, amma asıllıq bir ölümcül xəstəlikdir. İnanın ki, xərçəngdən pis xəstəlikdir. Çünki xərçəngdə sağalma ehtimalı daha çoxdur və xərçəngin sağalmasında hansısa bir zəmanətlər verilə bilir baxır mərhələsində. Amma asıllıq xəstəliyi çox təhlükəli xəstəlikdir. Bizim ölkədə də mərkəz sferası cəmi 6-7 ildir başlayıb və müəyyən çatışmazlıqlar var bizim reabilitasiya mərkəzləri sferalarında. Mən istəyərdim sırf onların üzərində fikrimi cəmləyim və o çatışmazlıqları aradan götürüb yeni bir reabilitasiya mərkəzini açım, təqdim edeyim ki, bizim asıllı gənclərimiz məhz orada bu xəstəlikdən qurtula bilsinlər. Minnətdaram, yeni işinizdə sizə uğurlar arzulayıram. Sağ olun. Reabilitasiya sistemində çatışmazlıqlar var dediniz. Nəyi nəzərdə tuturdunuz? İlk öncə reabilitasiya haqqında qanun yoxdur. Qanun olmayanda isə nəyin qanuni və qanunsuz olduğu bilinmir. Düşünürəm ki, mütləq şəkildə ölkəmizdə reabilitasiyalar haqqında qanun qəbul olunmalıdır. İkinci növbədə reabilitasiyaların böyük əksəriyyəti ictimaiyyət üçün bağlıdırlar. Kütləvi informasiya vasitələri üçün, ictimaiyyət üçün bağlıdırlar. Düzdür, bunun müəyyən səbəbləri var və dünyanın əksər ölkələrində belədir. Səbəblər də anonimlikdən tutmuş, digər səbəblər də, amma ki, yenə də bunun hansısa bir ictimaiyyət üçün açıq bir modelini düşünürəm ki, hazırlamaq olar ki, bugünə kimi bilirsiniz, insana naməlum olan şey həmişə təhlükəli olur, insan ondan qorxur. Amma açıq aydın gördüyü bir şeydən insan heç vaxt qorxmur, bilir nədir, necədir və nə cürdür. Ona görə düşünürəm ki, hansısa bir formada yeni model reabilitasiyalar üzərində düşünmək lazımdır və onları ictimaiyyətə təqdim etmək lazımdır ki, əlavə suallar qalmasın.